1998-ci il qəbul imtahanlarında 2-ci, 5-ci qruplar üçün istifadə olunmuş test suallarının izahına baxaq. B variantından birinci sual. Kəsri ixtisar edin. AB kvadratı üstə gəlinsin A kubu, çıxılsın A kvadratı B, bölünsün A kubu B üstə gəlinsin B üstü 4. Bu kəsri ixtisar etmək üçün surətdən A-nı çıxartdıq mötərizə xaricinə. Mötərizənin daxilində qaldı B kvadratı, üstə gəlinsin A kvadratı, çıxılsın AB. Məxrəcdən isə B-ni çıxartdıq mötərizə xaricinə. Qaldı A kubu, üstə gəlinsin B kubu. Bərabərdir. Surəti olduğu kimi yazırıq. Məxrəci isə A kubu üstə gəl B kubunu vurğularına ayırdıq. Deməli oldu A, B kvadratı üstə gəl A kvadratı çıxılsın AB. Məxrəcdə isə oldu B vurulsun A üstə gəl B vurulsun A kvadratı çıxılsın AB üstə gəlinsin B kvadratı. Bunlar ixtisar olunsa surətdə A, məxrəcdə isə B vurulsun A üstə gəlinsin B qaldı. Məxrəci də vurub açsaq A bölünsün AB üstə gəlinsin B kvadrat alınar. Doğru cavab C variantı oldu. İkinci sual. Göstərilən funksiyalardan hansının qrafiki şəkildə təsvir olunana uyğundur? Şəkildə təsvir olunan funksiya y bərabərdir kök altında x funksiyasının qrafikini çıxardır. Deməli doğru cavabımız D variantı oldu. Üçüncü sual. Alfa bərabərdir mənfi pi bölünsün 6 olduqda sinus alfa çıxılsın 0.5 sinus 2 alfa vurulsun kosinus alfa bölünsün sinus kvadratı alfa ifadəsinin qiymətini tapın. İfadəni sadələşdirək. Sinus alfa çıxılsın 0.5 vurulsun sinus 2 alfanın yerinə yazdıq 2 vurulsun sinus alfa vurulsun kosinus alfa bir də vurulsun kosinus alfa var bölünsün sinus kvadratı alfa. Bu da bərabərdir. 0.5'i 2'ye vursaq 1 eləyər. Qaldı sinus alfa çıxılsın sinus alfa vurulsun kosinus kvadratı alfa. Məxrəcdə sinus kvadratı alfanın yerinə 1 çıxılsın kosinus kvadratı alfa yazdıq. Surətdən sinus alfanı çıxartdıq. Mötərizə xaricinə 1 çıxılsın kosinus kvadratı alfa qaldı. Məxrəc isə 1 çıxılsın kosinus kvadratı alfadır. Bunlar ixtisar olunsa sinus alfa alınar. Bu da bərabərdir. Sinus alfanın qiyməti mənfi pi bölünsün 6'dır. Sinus tək funksiyadır deyənə mənfi sinus pi bölünsün 6 şəklində yaza bilərik ki, bu da mənfi sinus pi bölünsün 6, yəni 30 dərəcədə 2'də 1'ə bərabərdir. Doğru cavabımız A variantı olur. Dördüncü sual. Bərabərsizliyi həll edin. Sinus 2x vurulsun kosinus 3x. Digər ifadəni keçirdik sol tərəfə oldu. Kosinus 2x vurulsun sinus 3x kiçikdir 0. Sinus alfa kosinus beta çıxılsın kosinus alfa sinus beta bizə verir sinus alfa minus betanı. Yəni sinus 2x çıxılsın 3x kiçikdir 0. Bu da olacaq. Sinus mənfi x kiçikdir 0. Yəni mənfi sinus x kiçikdir 0. Hər tərəfi mənfiyə vursaq, sinus x böyükdür 0 ifadəsini alırıq. Vahid çevrəni təsvir etdi. Bu kosinus x, bu isə sinus x funksiyasıdır. Bizə sinusun 0'dan böyük olduğu hissə lazımdır ki, o da x oxundan yuxarı hissədə yerləşən ədədlər olacaq. Buranı pi, buranı isə 2 pi olaraq yazsaq, deməli bizə lazım olacaq 2 pi n-dən, 2 pi n-dən, pi k-dan və yaxud pi n-dən. Pi üstə gəlinsin 2 pi n-ə qədər olan hissə. Deməli doğru cavabımız olacaq C variantı. 5-ci sual. Apsisi x0 bərabərdir 0 olan nöqtədə fx bərabərdir x kvadratı çıxılsın 4x üstə gəl 5 funksiyasının qrafikinə çəkilən toxunanın tənliyini yazın. Toxunanın tənliyini qeyd edirik. Y bərabərdir fx0 üstə gəlinsin f' x0 vurulsun x çıxılsın x0.
Deməli, birinci f x0-ı təyin edir. x0 nöqtəsi 0-a bərabərdir deyənə f0 olacaq. 0-ın kvadratı çıxılsın 4 vurulsun 0 üstəgəl 5 bərabərdir 5. f'(x)-i təyin edək. Deməli, x kvadratı çıxılsın 4x üstəgəl 5-in törəməsi bizə verəcək 2x çıxılsın 4-ü. Onda f'(0) bərabərdir 2 vurulsun 0 çıxılsın 4 bərabərdir -4 olar. Aldığımız qiymətləri düsturda yerinə yazsaq, y bərabərdir 5 üstəgəlinsin -4. Onda bunu çıxılsın 4 şəklində yazdıq. X çıxılsın x0-ımız da 0-a bərabərdir. Mötərizəni vurub açsaq 5 çıxılsın 4x, digəri də 0-dır. Bu şəkildə və yaxud da ki, y bərabərdir -4x üstəgəlinsin 5 şəklində də yaza bilərik ki, doğru cavabımız D variantı olar. 6-cı sual. Y bərabərdir 2x çıxılsın x kvadratı və y bərabərdir x çıxılsın 2 xətləri ilə məhdud olan fiqurun sahəsini tapın. İnteqralın təyin etməliyik. Əyri xətli trapesiyanın sahəsi. S bərabərdir integral A-dan B-yə fx dx şəklində hesablaya bilərik sahəni. Bunun üçün əvvəlcə sərhədləri müəyyənləşdirək. Sərhədlər isə bu funksiyaların kəsişdiyi nöqtələrdir. Yəni 2x çıxılsın x kvadratı bərabərdir x çıxılsın 2 tənliyini həll edək. Sağ tərəfə keçirək x kvadratı çıxılsın x çıxılsın 2 bərabərdir 0. Buradan kökləri təyin elədik. x1 bərabərdir. Demək, hasili -2, cəmi 1-ə bərabər olan qiymətlər x1 bərabərdir 2, x2 bərabərdir -1-dir. Demək, inteqralın sərhədləri -1 və 2 oldu. İntegral -1-dən 2-yə kimi. Bu funksiyaların fərqinə baxacaq. 2x çıxılsın x kvadratı çıxılsın x üstəgəlinsin 2. Fərqin birbaşa yazdıq. dx. Bu da bərabərdir. İntegral -1-dən 2-yə x çıxılsın x kvadratı üstəgəlinsin 2 dx. Bu da bərabərdir. X-in inteqralı x kvadratı bölünsün 2 çıxılsın x kvadratının inteqralı x kubu bölünsün 3 üstəgəlinsin 2-nin inteqralı isə 2x-i verər bizə. Qiymətlərin yazdıq yerinə -1-dən 2-yə qədər. 2 qiymətini yerinə yazsaq. 4 bölünsün 2 çıxılsın 8 bölünsün 3 üstəgəlinsin 4. Çıxılsın -1 yerinə yazsaq 2-də 1 çıx -1 bölünsün 3 çıxılsın 2 bərabərdir. 4-ü 2-yə bölsək 2 çıxılsın 3-də 8 üstəgəlinsin 4 çıxılsın 2-də 1 mənfi oldu müsbət. Qarşıda yenə mənfi var deyənə çıxılsın 3-də 1 mənfi oldu üstəgəl 2. 2 üstəgəl 4 üstəgəl 2 8, digərlərini isə 6 ortaq məxrəcinə gətirsək çıxılsın 6-da 16 çıxılsın üstəgəlinsin 3 üstəgəlinsin 2. Bu da bərabərdir 8 çıxılsın 6-da 21. 8 çıxılsın 3-ə ixtisar aparsaq 2-də 7. Bu da bərabərdir 2-də 16 çıxılsın 7 bərabərdir 2-də 9 və yaxud 4,5. Doğru cavabımız C variantı oldu. 7-ci sual. Vurğulara ayırın. X kubu üstəgəlinsin 2x kvadratı üstəgəlinsin 3x üstəgəl 6. İlk ikisini bir qruplaşdırırıq, son ikisini isə bir qruplaşdırırıq. Birinci iki dənədən x kvadratını çıxarsaq mötərizə xaricinə x üstəgəl 2. İkinci iki dənədən 3-ü çıxarsaq mötərizə xaricinə x üstəgəl 2 qalar. X üstəgəl 2 ortaq vuruq olduğundan bir də çıxartdıq mötərizə xaricinə. Digər mötərizədə x kvadratı üstəgəlinsin 3 qaldı. Demək, doğru cavabımız B variantı olar. 8-ci sual. Oturacağı AB olan bərabər yanlı ABC üçbucağının AC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. BDC 13 dərəcə, CBD 7 dərəcə olduqda A bucağını tapın.
Bura bir alfa bucağı desək, bura olacaq alfa çıxılsın 7. Çünki bərabər yanlı 3 bucaqdır. Bucaq A bərabərdir bucaq B olmalıdır. Üçbucağın xarici bucağının xassəsinə görə üçbucağın özünə qonşu olmayan iki daxili bucağının cəmi xarici bucağına bərabərdir. Yəni 13 dərəcə bərabər olacaq alfa üstəgəlinsin alfa çıxılsın 7. Buradan da alırıq ki 2 alfa bərabərdir 20, alfa da bərabərdir 10 dərəcə olar. Bizə lazım olan A bucağının dərəcə ölçüsü də alfaya, yəni 10 dərəcəyə bərabər olar. Doğru cavabımız E variantı oldu. 9-cu sual. Əgər A kiçikdir 3 olarsa, x bölünsün, A çıxılsın 3, vurulsun kök altında A kvadratı çıxılsın 6A üstəgəl 9 ifadəsini sadələşdirin. Kök altında A kvadratı çıxılsın 6A üstəgəl 9 bizə tam kvadrat verir. X bölünsün A çıxılsın 3, vurulsun kök altında A çıxılsın 3-ün tam kvadratı. Bu da bərabərdir. Kök altında A kvadratı modul A-ya bərabərdir. Onda x bölünsün A çıxılsın 3, vurulsun modulda A çıxılsın 3 yaza bilərik. A-nın qiyməti 3-dən kiçik olduğundan modulun daxili mənfidir. Modulun daxili mənfi olduqda moduldan əksi kimi çıxara biləcəyik. A çıxılsın 3, vurulsun. Mənfini qarşıya yazaq, burada da yazaq. A çıxılsın 3. A çıxılsın 3-lər ixtisar olunsa, yekun cavabımız mənfi x alınar. Doğru cavab D variantı oldu. 10-cu sual. Tənliklər sistemi üçün x vurulsun y hasilini tapın. Birinci tənlikdən x-i mötərizə xaricinə çıxarsaq, x çıxılsın 5y bərabərdir 6 alarıq ki, ikinci tənlikdə elə x çıxılsın 5y-dir. Bu zaman yerinə yazsaq, x vurulsun 1 bərabərdir 6, yəni x bərabərdir 6 olduğunu təyin etdik. X-in qiymətini ikinci tənlikdə yerinə yazırıq. 6 çıxılsın 5y bərabərdir 1-dir. Buradan da 5y bərabərdir 5, y də bərabərdir 1 olduğu alınır. Bizə x vurulsun y hasili lazım idi. 6 vurulsun 1 bərabərdir 6. Doğru cavab A bəndi olar. 11-ci sual. Ədədi silsilədə A3 üstəgəl A9 bərabərdir 8 olduğunu bilərək onun ilk 11 həddinin cəmini tapın. S11 bərabərdir. A1 üstəgəlinsin A11 bölünsün 2, vurulsun 11-dir. Bəllidir ki, indekslərin cəmi bir-birinə bərabərdirsə, onda hədlərin cəmi də bir-birinə bərabərdir. Yəni, A1 üstəgəl A11-in yerinə A3 üstəgəlinsin A9 yaza bilərik. Bölünsün 2, vurulsun 11. A3 üstəgəl A9-un qiyməti 8-ə bərabərdir. Yerinə yazdıq, vurulsun 11. 8-i 2-yə bölsək 4, vurulsun 11, bərabərdir 44 alarıq. Doğru cavab D variantı oldu. 12-ci sual. Parçanın ucları müstəvidən A və B məsafəsindədir. Parça müstəvini kəsmirsə, onun ortasının müstəvidən olan məsafəsini tapın. Müstəvini qeyd etdik. Bu da olsun bir dənə parça. Parçanın ucları müstəvidən A və B məsafəsindədir. Və parça müstəvini kəsmir. Onda orta nöqtənin müstəvidən olan məsafəsini x-dən işarə edirik. Alınan fiqur trapesiyadır. Bu da orta nöqtə olduğundan orta xəttdir. Trapesiyanın orta xətti oturacaqların cəminin yarısına bərabərdir. Yəni A üstəgəl B bölünsün 2-yə. Doğru cavab E variantı oldu. 13-cü sual. 154 və 330 ədədlərinin əkobunun əbobuna nisbətini tapın. Əkob AB bölünsün əbob AB. Bizə S-ni verir. S ortaq olmayan sadə vurğuların hasilidir. Onda belə yaza bilərik. 154-ü ayırdıq sadə vurğularına. 2-yə böldük 77, 7-yə böldük 11, 11-ə böldük 1. 333, 30-u böldük 2-yə alındı 165. Böldük 5-ə alındı 33. Böldük 3-ə alındı 11, 11, 1. Bizə ortaq olmayan sadə vurğular lazımdır. 2-lər ortaqdır. 11-lər də ortaqdır.
Ortaq olmayan sadə vurğuların hasili, yəni C bərabər oldu. 7 vurulsun 5 vurulsun 3. Bu da bərabərdir 105 edər. Doğru cavab D variantı oldu 13-cü sualda. 14-cü sual. Tənliyin kökləri hasilini tapın. Kök altında 11x üstəgəlinsin 3. 3'ü sağ tərəfə keçirsək, x üstəgəl 3 alınar. Hər tərəfin kvadrata yüksəltdik. Alındı 11x üstəgəlinsin 3 bərabərdir. X kvadratı üstəgəlinsin 6x üstəgəl 9. Bunları da keçirdik. Sağ tərəfə oldu x kvadratı çıxılsın 5x üstəgəlinsin 6 bərabərdir 0. Hasili 6 cəmi 5-ə bərabər olan ədədlər lazımdır. x1 bərabərdir 2, x2 bərabərdir 3 alaraq. Aparıb qiymətləri yerinə yazsaq, kök altında x1 bərabərdir 2 olduqda, kök altında 11 vurulsun 2, 22, üstəgəlinsin 3, çıxılsın 3 bərabərdir 2 alınmalıdır ki, bu da 5 çıxılsın 3 bərabərdir 2 ödədi. x2 bərabərdir 3 qiymətində yoxlayaq, kök altında 33 üstəgəl 3 çıxılsın 3 bərabərdir 3, bu da 6 çıxılsın 3 bərabərdir 3 ödədi. Deməli, köklər 2 və 3 oldu. Bizə isə köklərin hasili lazım idi. 2 vurulsun 3 bərabərdə 6 olar. Doğru cavab Y variantı. 15-ci sual. Sinus alfa çıxılsın kosinus alfa bərabərdə 2-də 1 olarsa, sinus alfa kosinus alfa hasilini tapın. Verilmiş ifadənin, yəni sinus alfa çıxılsın kosinus alfa bərabərdə 2-də 1 ifadəsinin hər tərəfini kvadrata yüksəltdik. Sinus kvadratı alfa üstəgəlinsin kosinus kvadratı alfa çıxılsın 2 vurulsun sinus alfa kosinus alfa bərabərdir 4-də 1. Sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa əsas yeniliyə görə 1-ə bərabərdir. 1 çıxılsın 2 sinus alfa kosinus alfa bərabərdir 4-də 1. 2 sinus alfa kosinus alfa bərabərdir 1 çıxılsın 4-də 1, yəni 4-də 3. Hər tərəfin 2-də 1-ə vursaq, sinus alfa kosinus alfa bərabərdir 8-də 3 alarıq. Bizə də bunların hasili lazım idi. Doğru cavab A variantı olar. 16-cı sual. Hesablayın. Mənfi 3 üstü 6. Mənfi 3 üstü 6 cüt dərəcədən qüvvət olduğundan müsbət ədədə bərabərdir. Bunu 3 üstü 6 kimi yaza bilərik. 27 3 üstü 3'dür. Bir də üstündə 3 var. 81 3 üstü 4'dür. Üstündə 2. 243 isə 3 üstü 5'dir. Bərabərdir. 3 üstü 6 vurulsun. 3 üstü 9. Qüvvətin qüvvəti qüvvətlərin hasilinə bərabərdir. Bu da 3 üstü 8 vurulsun 3 üstü 5. 3 üstü 8-dən 3 üstü 9'u ixtisar aparsaq 1 dənə 3. 3 üstü 5-dən 3 üstü 6-nı ixtisar aparsaq yenə 1 dənə 3 qalar. Deməli, surətdə 3 vurulsun 3, yəni 9 alınar. Doğru cavabımız B variantı oldu. 17-ci sual. Sinifdə oğlanların sayı qızların sayının 5-də 1 hissəsi qədərdir. Sinifdə cəmi 36 şagird olarsa, onların neçə nəfəri oğlandır? Deməli, oğlanların sayını x ilə və yaxud k ilə işarə etsək, qızların sayı bundan 5 dəfə artıq olar. Yəni 5k olar. Çünki oğlanlar qızların 5-də 1-idir. Və cəmi 36 şagird var. Yəni k üstəgəlinsin 5k bərabərdir 36. 6k bərabərdir 36. K da bərabərdir 6 alınır. Onda oğlanların sayı 6-ya, qızların sayı isə 5 vurulsun 6 bərabərdir 30 olar. Bizə oğlanların sayı lazımdır. Doğru cavabımız C variantı olar. 18-ci sual. Təpə nöqtələri A3-4, B3-4, C-2, -4 olan üçbucağın sahəsini tapın. Koordinat müstəvisində nöqtələri qeyd edin. X-i 3, Y-i 4. A nöqtəsi, X-i 3, Y-i -4. B nöqtəsi, X-i 2, Y-i -4.
x-i -2, y-i -4, bu da C nöqtəsi. Nöqtələri birləşdirdi, alınan fiqur düzbucaqlı üçbucaqdır. AB tərəfi -4-dən 4-ə kimi, yəni 8-ə bərabərdir. CB tərəfi -2-dən 3-ə qədər, yəni 5-ə bərabərdir. Bizə isə bu üçbucağın sahəsi lazımdır. S bərabərdir. A vurulsun B bölünsün 2, yəni 8 vurulsun 5 bölünsün 2 bərabərdir 20 olar. Doğru cavab B variantı. 19-cu sual. Bərabərsizliyi həll edin. X kvadratı üstəgəl 7 vurulsun 5 çıxılsın x vurulsun x üstəgəl 3-də 1 kiçikdir 0. Demək, burada diqqət yetiririk. X kvadratı üstəgəl 7 həmişə müsbətdir. X kvadratı üstəgəl 7 həmişə müsbətdirsə, ifadənin 0-dan kiçik olması üçün 5 çıxılsın x vurulsun x üstəgəlinsin 3-də 1 həmişə 0-dan kiçik olmalıdır. Bunda intervallar üsulu ilə həll edirik. Deməli, köklərin biri -3-də 1-ə daxil olmayan qiymət kimi -3-də 1-ə, digəri isə daxil olmayan qiymət kimi 5-ə bərabərdir. İntervallara böldük. Tutaq ki, 0 qiymətini yerinə qoysaq müsbət olar bu aralıq. Digər aralıqlar isə mənfi aralıqlar olacaq. Bizə isə 0-dan kiçik olan hissə, yəni mənfi olan hissə lazımdır. Mənfi sonsuzluqdan -3-də 1-ə birləşir 5-dən müsbət sonsuzluğa kimi olan aralıq. Deməli, doğru cavabımız olar Y variantı. 20-ci sual. 0,1 dövrdə 26 sonsuz dövrü onluq kəsrini adi kəsrə çevirin. Və bu qarışıq dövrü onluq kəsirdir. Qarışıq dövrü onluq kəsri adi kəsrə çevirmək üçün mötərizədəki rəqəmlərin sayı qədər 9, mötərizəyə qədərkilərin sayı qədər 0 yazırıq. Surətdə isə bütöv ədəddən, yəni 126-dan dövrə qədərki hissəni çıxırıq, yəni 1-i çıxırıq. 125 bölünsün 990 alındı. 5-ə ixtisar aparsaq surətdə 5, aşağıda da qalar. Deməli 1, 9, 8. 198-də 25. Doğru cavabımız C variantı olar. 21-ci sual. Hesablayın. Loqaritma 0,25 yazıram 4-də 1 əsasından. Kosinus 675. Bu da bərabərdir. Kosinus 675-i belə yazırıq. Loqaritma 4-də 1 əsasından kosinus 720 çıxılsın 45. Bu da bərabərdir. Loqaritma 4-də 1 əsasından kosinus 720. Buradan 360 tam dərəcədə açsaq, kosinus -45 alınır. Demək, 4-cü rüb işarədə müsbət alındı. Kosinus 45 dərəcə. Bu da bərabərdir. Loqaritma 4-də 1 əsasında 1 bölünsün kök altında 2. Bərabərdir. Loqaritma 4-də 1 yazıram 2-də 1-in kvadratı. 1 bölünsün kök altında 2-ni də yazıram 2-də 1 üstü 2-də 1. Bərabərdir. Bu 2-də 1-in qüvvəti qarşıya tərsi kimi, yəni 2-də 1 kimi gəlir. Bu 2-də 1 isə özü olduğu kimi gələcək. Qarşıya vurulsun 2-də 1. Bir də vurulsun loqaritma 2-də 1 əsasından 2-də 1. Bu 1-ə bərabərdir. 2-də 1 vurulsun 2-də 1. O da bərabərdir. 4-də 1 olar. Doğru cavab A variantı. 22-ci sual. Kubun bütün tillərinin uzunluğunu 2 dəfə artırsaq, onun tam səthinin sahəsi neçə dəfə artar? Deməli, S tam bərabərdir 6A kvadratıdır və görürük ki, tillə sahə kvadratik asılıdır. Demək, tərəfini 2 dəfə artırmışıqsa, sahəsi 4 dəfə artmış olar. Doğru cavab Y variantı. 23-cü sual. Konusun hündürlüyü ilə doğranının uzunluqları cəmi 9 cm, ox kəsiyinin təpə bucağı 120 dərəcədir. Konusun həcmini hesablayın.
Deməli, konusun ox kəsiyinin təpə bucağı 120 dərəcədir. Hündürlüyü ilə doğranının cəmi. Bu hündürlüyü buna x dedi. Doğranının isə 9 çıxılsın x olaraq yazdıq. Demək, bura 90 dərəcədir. Bura 60 dərəcədir. Bura isə 30 dərəcə olacaq. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni, x bərabərdir 9 çıxılsın x bölünsün 2-dir. Buradan da alırıq ki, 2x bərabərdir 9 çıxılsın x. Yəni, 3x bərabərdir 9, x bərabərdir 3 alınır. Hündürlük 3-ə bərabərdir. Onda doğran 6-ya bərabərdir. Bizə isə konusun həcmini tapmaq lazımdır. Bunun üçün radiusunu da hesablayaq. Onda 60 dərəcəli bucaq qarşısındakı katet, yəni r 3 kök altında 3-ə bərabərdir. Hündürlük bəlli, radius bəlli. Konusun həcmi v bərabərdir 3də 1, pi r kvadratı vurulsun h-dır. Bu da bərabərdir 3də 1 vurulsun pi vurulsun radiusun kvadratı 27 vurulsun h da 3-ə bərabərdir. 3-ləri ixtisar getsə 27 pi alınır. Doğru cavab A variantı oldu. 23-cü sualda. 24-cü sual. Üçbucağın sahəsi 12,5 cm kvadratıdır. Onun oturacağı hündürlüyünə bərabərdir. Bu üçbucağın oturacağını tapın. Demək, üçbucağın sahəsi S bərabərdir. A vurulsun H bölünsün 2. Bu da bərabərdir 12,5-dir. Deyir, oturacaq hündürlüyə bərabərdir. Onda A-nı H-ın yerinə yazsaq, A kvadratı bölünsün 2 bərabərdir 12,5. Yəni, A kvadratı bərabərdir 25 olar. Buradan da A-nın 5-ə bərabər olduğunu tapırıq. Bizə isə bu üçbucağın oturacağı lazımdır. Doğru cavab C variantı olar. 25-ci sual. Bərabərsizliyi həll edin. 2 loqaritma 3 əsasından x kiçikdir 1 üstə gəlinsin loqaritma 3 əsasından 2x çıxılsın 3. Yazırıq 2 loqaritma 3 əsasından x kiçikdir 1-in yerinə yazırıq loqaritma 3 əsasından 3 üstə gəlinsin loqaritma 3 əsasından 2x çıxılsın 3. 2-ni qüvvətə apara bilərik. Yəni, loqaritma 3 əsasından x-in kvadratı kiçikdir. Demək, toplamanı da vurma kimi yaza bilirik. Loqaritma 3 əsasından 3 vurulsun, 2x çıxılsın 3. Əsasları birdən böyük olduğuna görə, onda x kvadratı kiçikdir. 3 vurulsun, 2x çıxılsın 3 yaza bilərik. Bu da oldu x kvadratı kiçikdir 6x çıxılsın 9. Sol tərəfə keçirsək, x kvadratı çıxılsın 6x üstə gəl 9 kiçikdir 0. Buradan da alırıq ki, x çıxılsın 3-ün mütərizə kvadratı kiçikdir 0. Bu bərabərsizliyin də həlli yoxdur. Boş çoxluq. Deməli, bunu ödəyən həllər yoxdur. Doğru cavab B variantı olar. 26-cı sual. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri 30 dərəcə, ona bitişik kateti isə 3 cm-dir. Hipotenuza çəkilmiş medianın uzunluğunu tapın. Bir bucaq 30 dərəcədir. 30 dərəcəyə bitişik kateti 3-ə bərabərdir. Deməli, bura onda kök altında 3-ə bərabər olacaq. 60 dərəcə bucaq qarşısındakı katet 3-ə bərabərdirsə, onda 30 dərəcə bucaq qarşısındakı katetdə onun kök altı 3-ə nisbətinə bərabər olacaq. Bura isə 2 kök altında 3-ə bərabərdir. Düzbucaqlı üçbucağın düz bucaq təpəsindən çəkilən medianı onun hipotenuzunu 2 bərabər hissəyə bölməklə yanaşı, həm də onun yarısına bərabər olur. Yəni, bunlar üçü də bir-birinə bərabərdir. Bura bir m yazırıq, burada m, burada m. Deməli, 2m bərabərdir 2 kök altında 3-dürsə, onda m də bərabərdir kök altında 3 olar. Bizdən də medianın uzunluğunu soruşur. Doğru cavabımız A variantı olar. 27-ci sual. Çevrəsi A-6-8 nöqtəsindən keçən və mərkəzi 0,0 nöqtəsində olan dairənin sahəsini tapın. Demək, dairənin sahəsini tapmaq üçün birinci radiusu təyin edirik. Bu dairənin radiusu
O A məsafəsinə bərabərdir. Bu da bərabərdir. Kök altında -6-nın kvadratı, yaxud da birbaşa 6 yaza bilərik. 0 çıxılsın, -6 kimi də yazsaq. Üstə gəlinsin -8-in kvadratı. Bu da bərabərdir. Kök altında 100 bərabərdir 10 olur. Radiusun təyin etdiyi 10-a bərabərdir. Dairənin sahəsi pi r kvadratı, yəni pi vurulsun 10-un kvadratı bərabərdir 100 pi olar. Doğru cavab B variantı oldu. 28-ci sual. 7-də 2 hissəsi 14 olan ədədi tapın. Hissəsinə görə ədədin tapılmasıdır. Vurulsun 2-də 7. Bu da 7 vurulsun 7 bərabərdir 49 olar. Doğru cavab Y variantı. 29-cu sual. Trapesiyanın diaqonalı onun orta xəttini 3 bölünsün 5 kimi bölür. Trapesiyanın oturacaqları fərqinin 6 sm olduğunu bilərək onun orta xəttini tapın. Trapesiyanın orta xəttini seçdik. Diaqonallarından biri bu orta xətti 3K və 5K nisbətində bölür. Onda baxırıq bu üçbucağa. Orta xətti 3K-dır deyənə oturacaq 6K-ya bərabərdir. Digər üçbucağa baxırıq. Orta xətt 5K-dır deyənə oturacaq 10K-ya bərabər olar. Bizə deyir ki, oturacaqları fərqi 6 sm-dir. Yəni 10K çıxılsın 6K bərabərdir 6-dır. Yəni 4K bərabərdir 6, K da bərabərdir 1,5-dir. Onun orta xəttini tapın. Orta xətti 8K-ya bərabərdir. 8 vurulsun 1,5 bərabərdir 12 sm olar. Doğru cavab D variantı oldu. 30-cu sual. Bir üçbucağın tərəfləri 8, 6 və 5 metrdir. Buna oxşar olan üçbucağın kiçik tərəfi 2,5 metr olarsa, ikinci üçbucağın perimetrini tapın. Deməli, baxırıq ki, birinci üçbucağın kiçik tərəfi 5, ikincinin isə 2,5-dir. Yəni, oxşarlıqla baxsaq, K-sı 2-də 1-ə bərabər olur. K-sı 2-də 1-ə bərabərdirsə, birinci üçbucağın perimetrini tapırıq. 8, üstəgəl 6, üstəgəlinsin 5. Bu da bərabərdir. 14, 19, onda ikinci üçbucağın perimetri bərabərdir. 2-də 1 vurulsun, birinci üçbucağın perimetri olacaq. Yəni, 2-də 1 vurulsun 19, bu da bərabərdir 9,5. Doğru cavab B variantıdır. Və yaxud da ki, digər tərəfləri də müəyyənləşdirə bilərik. Birincidə 6-dırsa, ikincidə 3 olacaq. Birincidə 8-dirsə, ikincisində 4 olacaq. 3 üstəgəl 4, üstəgəl 2,5. Bu da bizə yenə 9,5 verir. Doğru cavab B variantı olur.